Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonunda oğul atasını küçədə döyüb. Məlumata görə hadisə rayonun Xırdalan şəhərində baş verib. Xırdalan ərazisində fərdi yaşayış evlərinin birində yaşayan 97-ci il təvəllüdlü şəxs həyat yoldaşı ilə dalaşıb və buna görə bir neçə gün evinə gəlməyib. Tanışının evində qalıb. Bunu eşidən həmin şəxsin atası məsələni araşdırmaq üçün onun yaşadığı evə gəlib. Yolda oğlu ilə rastlaşıb və həyat yoldaşı ilə barışmasını, evə qayıtmasını tələb edib. Həmin şəxs isə evə qayıtmayacağını israrla bildirib və bu zaman ata-oğul arasında mübahisə yaranıb. Mübahisə nəticəsində oğul atasını yumruq və təpik zərbələrlə döyüb. Hadisə nəticəsində ata müxtəlif dərəcəli bədən xəsarətləri alıb, burnu sınıb. Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və işi məhkəməyə göndərilib. Abşeron rayon məhkəməsində keçirilən prosesdə ata ilə oğul barışdığı üçün cinayət işinə xitam verilib.